edin və sual işarəsinin əvəzinə uyğun olan variantı tapın. Bunun üçün biz fiqurların tərəf sayından və orada verilən rəqəmlərdən istifadə etməliyik. Birinci şəkildə verilən birinci fiqurun 4 tərəfi olduğu üçün 4-cü yerdə duran 2 rəqəmini birinci olaraq yazırıq. İkinci fiqur 3 bucaq olduğu üçün və onun 3 tərəfi olduğu üçün 3-cü yerdə duran rəqəm 5 yazırıq və beləliklə nəticəmiz 25 alınır. Eyni əməliyyatı ikinci şəkildə də yerinə yetiririk. İkinci şəkildəki birinci fiqurun 6 tərəfi olduğu üçün 6-cı yerdə duran 7 rəqəmini yazırıq. İkinci fiqurun 4 tərəfi olduğu üçün 4-cü yerdə duran 6 rəqəmini yazırıq. Və üçüncü fiqurun 5 tərəfi olduğu üçün 5-ci yerdə duran 1 rəqəmini yazırıq və nəticədə 761 ədədini almış oluruq. Eyni qaydadan istifadə edərəkdən sual işarəsinin cavabını tapaq. Üçüncü şəkildəki birinci fiqurun 7 tərəfi olduğu üçün 7-ci yerdə duran rəqəmi birinci yazırıq. 8 rəqəmini yazdıq birinci. İkinci fiqur isə 3 bucaq olduğu üçün və 3 bucağın 3 tərəfi olduğu üçün 3-cü yerdə duran rəqəmi yazırıq. O da ki 8-dir. Beləliklə nəticəni 88 alırıq və doğru variant A variantı.